Salam, axşamınız xeyir olsun, gözəl xalqım, gözəl Azərbaycan milləti. Hər kəsi buradan salamlayıram. Axşamınız xeyir olsun. Mən bu video çəkməyimin səbəbi odur ki, mən belə deyim də, yəni 2 övladım var. Biri 5 yaşın içindədir, biri 6 yaşın içindədir. Biri yəni anadan gəlmə nasazdır, yəni iflicdir. Yəni olan gündən elə ki, dünya gələndən yəni xəstəxanada qalmadı, birbaşa Şəki xəstəxanasına yerləşdirdik. Bir 10 gün, 15 gün Şəki xəstəxanasında qaldı, aparatın altında, şüşənin altında qaldı. Ondan sonra yəni nəfəs aldı, ciyərləri açıldı, yəni 15 gündən sonra yəni nəfəsi gəldi də, yəni nə deyəndə yəni dünya gələn gündən birinci elə ki ölüb kimi idi uşaq. Yəni orada Şəkidə xəstəxanada sağ olsun həkimlər yardım elədi, köməklik elədi. Yəni uşaq 15 gündən sonra gözlərini açdı, məsələn nəfəs aldı, elədi. Yəni 6 yaşın içindədir, yəni iflicdir, yəni belə deyim də, yəni biraz yeriməyində, biraz deyəndə yəni xeyli yeriməyində problem var, iflicdir. Çox yerə gedəndə məsələn qucağımıza aparırıq, eləyirik. Yəni əlimizdən buraxırıq, məsələn yeriyəndə təmiz yerimir, bir də görsən yıxılır, yəni çətinlik çəkir. Çay içəndə, yemək yeyəndə abba deyir, bubba deyir, məsələn ağzını əyir, danışığında fərq var, ağzını əyir. Öz əlindən məsələn su içəndə suyu üstünə dağıdır, yemək yeyəndə əlindən yeməyi üstünə dağıdır. Yəni başdan ayağa yəni qüsuru çoxdur. Yəni iflic olduğuna görə yəni qüsuru çoxdur. Yəni əlində də görsən yemək qaşıqdan götürəndə məsələn şey deyir, dağıtır üstünə. Yəni təmiz qaşıq tuta bilmir və o dərəcədə yəni problem çoxdur. Yəni özüm işləyirəm, yəni 370 manat maaş alıram. Yəni belə götürəndə yəni biraz zəifçilikdə, yəni güclə adını çatdırıram. Yəni bunun müalicəsinə çox pul gedir. Yəni masajdır, müalicəsidir. Bakıya da aparıram, xəstəxanada yatızdırıram. Yəni qalan xərcim çıxır. Lalə xanımın verilişinə müraciət eləmişəm. Yəni hələ bir səs küyü yoxdur. Yəni cavab gəlməyib. Yəni Lalə xanımın verilişində güclü həkimlər olduğuna görə, yəni mən o verilişə çıxmaq istəyirəm ki, yəni orada güclü həkimlər var. Ona görə yəni o verilişə müraciət elədim. Yəni hələ cavab çıxmadı. Yəni inşallah mən də bu videoma baxaraq indi uşağın da şəklini qoyacağam burada videoda. Özüm yəni 44 gün müharibədə olmuşam. Yəni 44 gün başdan ayağa, yəni axıra kimi müharibədə olmuşam. 44 gündə veteran. Anam da şəhid baisidir. Yəni götürəndə qardaşıdır, şəhid olubdur ya üstün düşürəm. Meyidini də tapmamışıq elə. Ondan sonra atamın özü ikinci qrupu Qarabağ əllidir. Yəni bir dəqiqənin özündə o yəni heç o müharibədə olub, o vaxt əsgərlikdə, Rusun əsgərliyində olanda yəni ikinci qrup Qarabağ əllidir. Yəni o da nə 80 manat alır, nə bir şey alır. Yəni heç nə almır. Vergütündə yəni sənət tapılmadı, ona görə onda sənətlər tapılmadığına görə bir qəpik o da pul almır. Özüm də yəni göz qabağında da özüm də 80 manat alıram. Yəni buradan yəni mənim videoma kim baxırsa, Lalə xanımın özü də baxarsa, yəni tez zamanda yəni cavab versələr daha yaxşı olar. Birinci növbədə bizim Rəsədov prezidentimiz cənab İlham Əliyevə də səslənirəm, onun xanımı Mehriban xanıma da səslənirəm ki, yəni xahiş edirəm ki, bu video qabağınıza çıxsa, yəni dəstək olun, kömək eləyin ki, mən o verilişə çıxa biləm. Verilişə çıxmam, yəni səbəbi odur ki, yəni dediyim kimi, yəni uşaqdan bağlı. Olur, sağ olun, özünüzə müvayət olun. Məndən bu qədər.